İnsan təbiəti doğrudan da düşündüyümüz qədər müsbətdirmi? Cəmiyyətin yaratdığı qaydalar, qanunlar və əxlaqi çərçivələr ortadan qalxanda biz kimə çevrilirik? Sakit, mülayim, bir-birinə hörmətlə yanaşan fərdlərmi, yoxsa zorakılığa, dağıdıcılığa meylli varlıqlarmı? Bu suallar əsrlər boyu filosofların, psixoloqların və sosioloqların diqqətini çəkib. Lakin 20-ci əsrin ortalarında bir sənətçi Marina Abramoviç bu mövzunu təkcə nəzəri müstəvidə deyil, həm də real həyatda yoxlamağa cəsarət etdi. Abramoviçin Ritm 0 adlanan performans təcrübəsi sənət tarixində ən şok edici, eyni zamanda ən çox müzakirə olunan hadisələrdən biri kimi qalır. Bu performans insanların sərhədsiz azadlıq qarşısında necə dəyişəcəyini, hətta ən mülayim şəxslərin nə qədər təhlükəli ola biləcəyini göz önünə sərdi. Hazırsınızsa, başlayaq. Marina Abramoviç 1946-cı ildə Belqrad şəhərində anadan olub. Müasir incəsənətin ən məşhur performans sənətçilərindən biridir. Abramoviç özünü sadəcə rəssam yox, həm də canlı bir obyekt kimi təqdim edir. O, bədənin sərhədlərini, ağrının, dözümlülüyün və insan psixologiyasının imkanlarını incəsənətə çevirmişdir. Onun uşaqlığı sərt intizamla keçib. Hərbi keçmişə malik valideynləri Marina üzərində ciddi nəzarət edirdilər. Bəlkə də bu səbəbdəndir o, sənətdə həmişə sərhədləri zorlayır. Həm özünü, həm də tamaşaçını narahat edən situasiyalara atırdı. 1970-ci ildə Abramoviç artıq Avropada öz performansları ilə tanınmağa başladı. O, tez-tez tamaşaçılara qeyri-adi rollar təqdim edir. Onları da sənətin bir hissəsinə çevirirdi. Ritm 0-dan əvvəl Abramoviç bir sıra riskli performanslara imza atmışdı. Məsələn, Ritm 5 adlı işində o özünü yanan 5 guşəli ulduzun içərisinə atmış və alovlar arasında az qala həyatını itirirdi. Ritm 10 adlı performansda isə o, barmaqlarını masaya qoyaraq sürətli şəkildə bıçaqla vurmağa başlamış, səhv etdikdə qan içində belə oyunu davam etdirmişdi. Amma onun ən məşhur və ən mübahisəli işi Ritm 0 bu konsepsiyanın zirvəsi oldu. 1974-cü ildə Neapolda keçirilən bu performans 6 saat davam etdi. Abramoviç sadə bir səhnə düzəldərək özünü tamaşaçının tam ixtiyarına buraxdı. Səhnənin bir tərəfində 72 müxtəlif əşya düzülmüşdü. Bunların arasında tamamilə zərərsiz şeylər, gül, tüklü şərf, bal, su vardı. Amma eyni zamanda son dərəcə təhlükəli əşyalar da seçilmişdi. Bıçaq, qandal, tək gülləsi olan tapanca. Abramoviç bir lövhə asaraq tamaşaçıya bildirmişdi. Mən obyektəm. Bu masa üzərindəki əşyaları istədiyiniz kimi mənim üzərimdə istifadə edə bilərsiniz. Bu, insan təbiətini sınağa çəkmək üçün inanılmaz dərəcədə cəsarətli bir addım idi. Əvvəlcə tamaşaçılar ehtiyatlı idilər. Onlar sadəcə gülləri götürüb sənətçiyə təqdim edir, ya da balı dodaqlarına sürtürdülər. Bəziləri sadəcə saçına toxunur, əlinə sıxırdı. Amma saatlar keçdikcə vəziyyət dəyişməyə başladı. İkinci saatdan etibarən tamaşaçıların davranışları sərtləşməyə başladı. Bir nəfər qayçını götürərək Abramoviçin köynəyini kəsdi. Üçüncü saatda artıq iş zorakılığa çevrilmişdi. Kimsə boynuna qandal taxdı, bir başqası isə bıçaqla dərisini cızaraq qan çıxardı. Həmin anlarda Abramoviç tamamilə hərəkətsiz idi. Onun bu susqunluğu tamaşaçılara daha çox cəsarət verirdi. Dördüncü saatda işlər daha da gərginləşdi. Bir nəfər gülləni darağa yerləşdirərək silahı onun başına tuşladı. Zal bir anlıq qarışdı. Bəzi tamaşaçılar şoka düşdülər. Digərləri isə müdaxilə edərək həmin adamı saxladılar. 5-ci saatda Abramoviçin bədəni artıq cızıq-cızıq idi. Paltarlarının çoxu yox idi. Saçları pərən-pərən düşmüşdü. Tamaşaçıların bir hissəsi ona qarşı zorakılıq göstərməyə davam edirdi. Dərisinə mismar batırmaq, saçını dartmaq kimi. Amma başqa bir qrup onu qorumağa çalışır. Hətta paltarını örtür, yaralarını qulluq etməyə çalışırdı. Zal 2 yerə bölünmüşdü. Zorakılıqdan həzz alanlar və buna qarşı çıxanlar. Nəhayət 6 saat tamam olanda Abramoviç ayağa qalxdı və tamaşaçılara yaxınlaşdı. O anda baş verən səhnə isə təcrübənin bütün mahiyyətini açdı. Çoxları başını aşağı saldı. Bəziləri isə qaçaraq zaldan çıxdı. Ritm 0 sadəcə bir performans deyil, insan təbiətinin qaranlıq tərəfini ifşa edən bir güzgü idi. Abramoviç göstərdi ki, qaydalar, qanunlar və sosial normalar olmasa, insanlar tez bir zamanda aqressiyaya, zorakılığa meylli ola bilərlər. Amma eyni zamanda bu performans başqa bir həqiqət də göstərdi. İnsanın içində qoruyucu, xeyirxah impulslar da mövcuddur. Silahı onun başına tuşlayan adamı dayandıran tamaşaçılar həm də bəşəriyyətin ümid işığı idilər. Marina Abramoviç isə bu performansla həm sənət, həm də insanlıq tarixinə iz qoydu. Marina Abramoviç bu riskli performansla sübut etdi ki, incəsənət təkcə gözəllik yaratmaq deyil, həm də ən dərin və bəzən də
ən qorxulu həqiqətləri üzə çıxarmaqdır. Sizinlə mən Arif Qərib idim. Bir sonrakı videoda görüşmək ümidi ilə. Allaha əmanət olun.